Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Esselamu aleykum və rəhmətullahi və barakatuhu. Deməli, keçən iki dərsdə Allah Subhanahu Taala'nın gözəl adları, bir də uca sifətləri barədə iki dərs götürdük. Hansı ki, əsas qaydalar idi. Və inşallah bugünkü dərsdən etibarən Allah Subhanahu Taala'nın sifətləri barəsində dərslər olacaq. Yəni, hər dərsdə bir və ola bilsin bir neçə sifətə ələ aldıq. Və bugünkü mövzu da Əl-Uluf sifəti haqqdadır. Yəni, Allahın ucalıq sifəti. Və ucalıq deyəndə burada nəzərdə tutulur həm zatı ucalıq, həm də ki, Allahın dəyərinin və sifətlərinin ucalığı. Necə ki, Şeyx Hüseymin Rahmanullah deyir ki, Əl-Uluf, yəni Allahın ucalıq sifəti iki növdür. Bir, zatı ucalıq, bir də ki, mənəvi ucalıq. Yəni, Allahın deyirsən ki, dəyəri ucadır, Allahın sifətləri ucadır, Allahın şanı ucadır. Bu mənəvi ucalıqdır. Və Şeyx Hüseymin deyir ki, bu məsələdə bizi ilə bidət əhli arasında heç bir fərq yoxdur. Yəni, qəbul edirik. Əhl-i sünnədə, o cümlədən bidət əhli də mənəvi ucalığı qəbul edir. Onlar da deyirlər ki, Allahın şanı ucadır. Amma onların qəbul etmədiyi məsələ Allahın zatının ucalığı məsələsidir. Və əhl-i sünnə bu məsələni də isbat edir. Və deyir ki, Allah Subhanahu Taala'nın sifətləri və şanı uca olduğu kimi zatı da ucadır. Və bu uluf, Allahın bu sifəti, yəni hətta başqa sifətlərindən o mənada fərqlənir ki, mövzu cəhətindən. Yəni, sələf bu məsələyə çox fikir verib. Və demək olar, Qur'anda bundan çox Allahın zikr olunan başqa bir sifətinə rast gələ bilməzsən. Və Şeyxülislam Rahmanullah deyir ki, hətta Qur'anda 300-ə yaxın ayə var, müxtəlif yerlərdə, müxtəlif ləfslərlə, hansı ki, Allahın ucalıq sifətini isbat edir. Və bu sifətdir. Və bu sifətə dəlalət edən Allahın bir neçə adı var. Məsələn, Əl-Ə'lə və ya Əl-Ali və ya Əl-Mutəal. Bu adlar Əsma-ül Hüsnədəndir və Allahın uluf sifətinə, ucalıq sifətinə dəlalət edən adlardır. Həmçinin, məsələn, Quran-ı Kərimdən misal gətirmək olar, Ə'lə surəsi 1-ci ayəni. Allah Subhanahu Taala buyurur, Səbbih ismə rabbikəl ə'lə. Yəni, uca olan Rəbbinin adını təsbih et. Necə Rəbbinin? Rabbikəl ə'lə. Uca Rəbbinin. Və ya məsələn, Quranın ən əzəmətli ayəsi, Bəqərə surəsi 255-ci ayə. Axırında Allah Subhanahu Taala buyurur, Və huvəl aliyyul azim. O əzəmətlidir və ucadır. Həmçinin, məsələn, qeyd eləmək olar, Nəhl surəsi 50-ci ayəni. Allah Subhanahu Taala buyurur, Yəxafuna rabbahum min fawqihim və yəf'aluna ma yu'marun. Onlar öz üstlərində olan Rəblərindən qorxarlar. Yəxafuna rabbahum min fawqihim və yəf'aluna ma yu'marun. Min fawqihim, öz fövqlərində olan. Və məsələn, Ən'am surəsi 18-ci ayəni. Allah Subhanahu Taala buyurur, Və huvəl qahiru fəvqə ibadih. Və huvəl qahiru fəvqə ibadih. O qahir Allahın adlarındandır. Öz qulları üzərindədir. Yəni, o öz qulları üzərində qahir olandır. Fəvqə ibadih. Fikir verirsiniz? Yəni, bütün bu ayələr Allah Subhanahu Taala'nın ucalıq sifətinə dəlalət edir. Yəni, açıq aydın ayələrdir. Və Quranda o ayələr ki, Allah Subhanahu Taala'ya yüksəlmək barədə danışılır. Məsələn, Ən-Nisa 158-ci ayədə Allah Subhanahu Taala buyurur, İsa aleyhissalam barədə,
Bəl rafa'ahullahu ileyh. Allah onu özünə qaldırdı. Rafa'a feili ilə. Və qalxmaq biz bilirik, yəni aşağıdan yuxarı olur. Və Quran da ərəbcə nazil olub. Və Quranda və sünnədə məcaz yoxdur. Necə Allah Subhanahu taala Yusuf surəsində deyir, yəni biz Qur'anı Anzalna Qur'anan Arabiyyan la'allakum ta'qilun. Biz Qur'anı yəni ərəbcə nazil etdik ki, siz onu anlayasınız. Qur'an mubin, açıq-aydın ərəbcədir. Və ərəb dili tələbi nədirsə, o mənanı da götürməlisən. Allah Subhanahu taala buyurur: "Bəl rafa'ahullahu ileyh." Allah onu özünə qaldırdı. Fikir ver, ileyh. Özünə tərəf. İlə ərəb dilində istiqamədir. Məsələn, mən deyirəm ki, "Nazartu iləl cəbəl." Nazartu, baxdım, iləl cəbəl, dağa tərəf. Dağa. İlə istiqamədir. Allah Subhanahu taala deyir: "Bəl rafa'ahullahu ileyh." Allah onu özünə tərəf qaldırdı. Və məsələn, Fatır surəsi 10-cu ayə. Allah Subhanahu taala buyurur: "İleyhi yeshadul kalimut tayyib." Pak söz ona tərəf yüksəlir. Burada da ileyhi, ona tərəf. Hətta mən universitetdə oxuduğum vaxtda deməli bir mövzu düşüb, müəllim rafisidir. Elə oldu ki, Fatır surəsi 10-cu ayədən istifadə eləməli oldu. Düzdür, onun məqsədi bu mövzu deyildi, başqa bir mövzu idi. Çünki Fatır surəsi 10-cu ayə böyük ayədir. Və o ayədə bu hissə də var. İleyhi yəsadul kalmut tayyib. Nəysə, o ayəni oxuyanda məcbur oldu ayəni tam bitirsin və bunu da oxudu. Oxudu ki, İleyhi yəsadul kalmut tayyib, məna da odur ki, pak söz, gözəl söz, yəni müminin duası və s. Allaha tərəf yüksəlir. Və birdən özü durdu, mən də düz qabağında oturmuşam. Dedi ki, uşaqlar, elə bilməyin ha, Allah səmadadır. Yəni ondan heç kəs soruşmadı. Və mövzu da o deyildi. Allah şahiddir. Mövzu o deyildi. Fəqət fitrətən bilir ki, həm də ərəb dili səndən bunu tələb edir. Ayə səndən bunu tələb edir. Ayə səndən Allahın uluv sifətini ispat etməyi tələb edir. Yoxsa o bir misal var, deyir, soğan yeməmsən, niyə göynüyürsən? Səndən soruşan olmadı axı. Bu nəyə dəlalət edir? Şey versiniz, hətta inkarçı belə bu ayəni oxuyanda qəlbən bunu hiss edir. Dili ilə inkar etdiyini qəlbi deyir. Qəlbi deməsəydi dilinə gətirməzdi, çünki ondan soruşan yox idi. Və məsələn, Ma'aruz surəsi 4-cü ayə. Ta'rucul mələikətü və ruhu ileyh. Mələklər və ruh ona tərəf yüksələrlər. Ona tərəf. 50 min ilə bərabər bir gündə. Ali pillələrlə. Bütün bu ayələr dəlildir. Allah Subhanahu taalanın uluv sifətinə. Və təsəvvürlə, Qur'anda Allahın bu sifətini ispat edən 300-ə yaxın ayə var. Cürbəcür ləfslərlə, cürbəcür yerlərdə. Və bu ayələrdən də biri budur. Qafir surəsi, həmçinin Mü'min surəsi də deyilir. 36-37-ci ayələrdir. Orada Allah Subhanahu taala Fironun bir hadisəsindən danışır. Və Firon öz yanındakı vəzirinə, Hamana deyir ki, ey Haman, mənim üçün uca bir qəsr tik. Qüllə, baxım yollara, göylərin yollarına. Bəlkə deyir, Musanın Rəbbini gördüm. Fikir ver. Deyir, şübhəsiz ki, mən onu yalancı zənn edirəm. Firon, kafir Firon, Musanın Rəbbini harada axtarırdı? Səmada. Və deyir, hətta mənim bir qəsrdik. Yəni, ağla bax da. Yəni, deyir, çıxım qəsrin üstünə, deyir, baxacam göylərin yollarına, ayədə də belə gəlir. Göylərin yolları. Görüm, Musanın Rəbbini tapa biləcəm ya yox. Sonra deyir ki, həqiqətən mən
onu yalancı zənn edirəm. Yəni, Firon Musanı nədə yalanlayırdı? Yəni, nəyi ispat eləmək istəyirdi? Rəbbin ucalıqda olmamağını. Çünki Musa Aleyhisselam bunu onu demişdi. Dəlil, Firon öz sözü. Deyir ki, həqiqətən mən Musanı yalancı sayıram. Bu açıq aydın dəlildir. İndi sual çıxır ki, nisbət etibarilə kimdir Firona daha yaxındır? Allah Subhanahu Taala'nın səmanın fövqündə olduğunu ispat edən bizlər, yoxsa bidətçilər? Deməli, kim Allah Subhanahu Taala'nın ucalıq sifətini, zatı ucalığını inkar edirsə, o bu nisbətdə Fironun mislidir. Çünki o Fironun etmək istədiyini edir. Bu Qurandan olan dəlillərdir, hansılar ki, mən bəzilərini qeyd elədim. Həmçinin, məsələn, sünnədən dəlillər kifayət qədərdir. O hədislərdən birini Buxar və Müslim rəvayət edib, ittifaqla Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, səmada olanın, yəni səmanın fövqündə olanın əmini olduğum halda niyə mənə güvənmirsiniz? Allah Subhanahu Taala'nı necə vəsf elədi? Zatı ucalıqla. Həmçinin Abu Davud və Tirmizi rəvayət edib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, rəhimli olanlara Allah rəhm edər və siz yer üzərində olanlara rəhm edin ki, səmanın fövqündə olan da sizə rəhm etsin. Və səhih hədisdir. Həmçinin məşhur hədis İmam Müslimin, Abu Davudun, Nəsainin rəvayət elədiyi hədis. Müslimdə də keçir bu. Cariyə hədisi. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm cariyəyə sual verdi. Eyn Allah. Allah haradadır? Suala bax. Allah haradadır? Cavab lazım deyil. Təsəvvürlə ki, hədisin davamı yoxdur. Bu sual kifayətdir. Niyə? Çünki bugün bidətçilər hətta bu sualı verməyi küfür saydılar. Bidətçilərə görə sual vermək ki, Allah haradadır, bu gülünc şeydir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu sualı verir. Deyir ki, eyn Allah, Allah haradadır. Və cariyə də cavab verir ki, fissəmə, səmada. Və deyir ki, mən ənə, mən kiməm? Əntə Rasulullah. Sən də Allah Rasulusan. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, onu azad ilə, o qulu, cariyəni, çünki o möminədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Allah Subhanahu Taala'nın səmanın fövqündə olduğunu ispat edəni mömin adlandırır. Və hətta ona sual vermir, sənin Rəbbin kimdir? Fəqət deyir ki, Allah hardadır? Onun mömin olduğunu gör, hansı sualını ortaya çıxarır. Ona görə İmam Zəhəbi rahmehullah kitabı var, Kitabul Uluf. Fikir ver, bu məsələ necə önəmlidir ki, hətta İmam Zəhəbi kitab yazır. Kitabul Uluf. Məhz bu məsələdə. Və bu hədisdən sonra İmam Zəhəbi orada deyir ki, bu hədisdə iki dənə məsələ var. Bir verilən sual, Allah hardadır? Bir də o sualın cavabı, səmada. Deyir, kim bu iki məsələdən birini inkar etsə, o Muhammed sallallahu aleyhi və səlləmi inkar etmiş oldu. Çünki sualı verən o idi, verilən cavab ilə razı qalanda o idi. Təbii ki, bu dəlil, yəni sünnədən bizim gətirdiyimiz dəlil kimlərə aiddir? Aiddir maturilərə, məsələn, əşarilərə. Kimlər ki, sünnəni qəbul edirlər, ən azından dildə. Deyirlər ki, Buxar və Müslimi qəbul edirik. Abu Davudu, Nəsaini qəbul edirik. Amma sifətləri inkar edirlər. Bu, onlar üçün dəlildir, açıq aydın. Bəs bu dəlilə qarşı, məsələn, cariyə hədisinə qarşı onların şübhəsi nədir? Onların əsas şübhəsi budur ki, onlar deyirlər ki, bu hədis xəbər vahiddir. Çünki bilirsiniz ki, hədislər bir neçə növə bölünür. Və hədisin, yəni sənədlərinin çoxluğu və azlığı etibarı ilə hədis iki növdür.
Var mutavatir, var əhəd. Düzdür, mutavatirin də öz növləri var, əhədin də. Hər bir halda mutavatir o hədisdir ki, yəni çoxlu sənədlə gəlib. Məsələn, bir də hədisdir, 30 sahabə nəql edir. 70 sahabə nəql edir. Hətta mutavatir hədisin inkarı küfürdür. Yəni küfrə aparır. Amma xəbər vahid odur ki, bu hədis bir sahabədən, 2 sahabədən gəlib. Yəni az yol ilə gəlib. Bu hədis də xəbər vahiddir. Bir neçə sahabədən gələn və bir sahabədən gələn hədisdir. Və bidət əhli ortaya belə bir şübhə atıb. Deyiblər ki, xəbər vahid, məsələn, bir sahabədən gələn hədis, fiqhi məsələlərdə hüccətdir, etiqadi məsələlərdə hüccət deyil. Və sən Müslimdən bu hədisi mənə dəlil gətirirsən. Müslimdəki bu hədis xəbər vahiddir. Və dəlil gətirdiyim mövzu da etiqad mövzusudur. Xəbər vahid, etiqad mövzusunda deyirlər, dəlil deyil. Və belə bir şübhə ilə nə edirlər? Sünnəti rədd edirlər. Fikir ver, birbaşa rədd edə bilmir. Amma rədd etmək üçün özündən qayda qoyur, sonra o qaydaya müvafiq olmayan bütün hədislər rədd edir. Bu iddia batildir. Yəni, sələf belə bir qayda qoymuyor. Hətta bu qayda ki var, xəbər vahid, əhəd hədis, məsələn, bir sahabədən gələn hədis, 2 sahabədən gələn hədis, əqidə məsələlərində dəlil ola bilməz. Hələ ən birinci buna cavab verənlərdən biri İmam Şafi idi. Rədd eləmişdi bu fikri. Həmçinin İmam Buxari. Və bu, yəni, qayda batildir. Və bu qaydanın batil olduğuna sünnət dəlildir. Məsələn, Peyğəmbər sallallahu aleyhi və səlləm Muaz radiyallahu anhunu Yemənə göndərirdi. Yemənə nə üçün göndərmişdi? Ticarət üçün? Yox. Nə üçün? Dini təbliğ üçün. İndi Muaz radiyallahu anhu nə idi? Tək şəxs idi. Onun yanında başqa adam yox idi ki. İndi Muaz gedəndə bunların iddiasına görə cəmaat Muaza belə deməli idi. Deməli idi ki, ey Muaz, sən bizə Peyğəmbər sallallahu aleyhi və səlləmin sənə öyrətdiyi etiqad məsələlərini öyrətmə. Çünki sən təksən və etiqad məsələlərində xəbər vahid dəlil deyil. Sən bizə yalnız fikri məsələləri öyrət. Kimdir Muaz elə bir şey? Muaz gedmişdi elə ən birinci əqidəni öyrətməyə. Amma tək şəxs idi. Deməli, tək şəxsdən etiqad götürülürdü. Və məsələn, Şeyx Əlbani rahmehullah mühazirələrinin birində bir misal gətirir. Təşəhhüddə oxunan duanı Allahumma inni a'udhu bika minəl azabi cəhənnəm və min azabil qabr və min fitnətil məhya vəl məmət və min şərri fitnətil məsihid dəccəl. Bu hədisi misal gətirir. Çünki bu hədis elə bir hədisdir ki, bu hədis həm özündə fikri məsələni ehtiva edir, həm də etiqad məsələsini. Bu hədisdə olan fikri məsələ nədir? Fikri məsələ odur ki, yəni əməllə əlaqəli məsələ. Peyğəmbər sallallahu aleyhi və səlləm bu duanı namazda təşəhhüddə oxuyurdu. Düzdürmü? Bu fikri bir məsələdir. Həmçinin bu duanın içərisində nə var? Məsihid Dəccəl, düzdürmü? Qəbir əzabı. Bunlar nədir? Əqidə məsələlərdir. İndi elə çıxır ki, bu da xəbər vahiddir. Bu hədis də xəbər vahiddir. Mutavatir deyil. Onda elə çıxır ki, biz xəbər vahidi, fikri məsələdə dəlil götürüb, etiqadda atacaq bir kənara, onda bu hədisi neyinəcək? Deməli, xəbər vahid, fikri məsələdə dəlildir deyə, bu hədisi namazda oxuyacaqsan, amma etiqadi məsələdə dəlil deyil deyəni oxuduğu etiqad etməyəcəksən, qəbir əzabına, Məsih-i Dəccələ etiqad etməyəcəksən, bu tanaqsdır, ziddiyyətdir və ağıl belə şey qəbul etməz. Bu məsələnin birinci tərəfi, ikinci tərəfi də Allah subhanahu ta'alanın ulu sifətinə dair bir-iki hədis yoxdur. Ən azı mənim özümün, yəni oxuduğum, özümün araşdırdığım 30-a yaxın səhih hədis var. Səhih. Yəni bütün hədis əhlinin səhihliyi üzərində ittifaq etdiyi azı 30-a yaxın hədisi mən elə görmüşəm. Bəlkə də çoxdur. Bu artıq məna cəhətindən oldu mutavatir. Ləfsi cəhətdən mutavatir olmasa da. Həmçinin bu məsələdə
Yəni, Quran və sünnənin dəlillərindən əlavə bir də ağlı dəlillər var. Hansı ki, o ağlı dəlillər Allah Subhanahu taalanın zatı ucalığının dəlilidir. Və bilmək lazımdır ki, ümumiyyətlə, yəni, sarih ağıl ilə səhih nəqil ziddiyyət təşkil edə bilməz, heç vaxt. Yəni, bir ağıl ki, sarihdir, yəni ağıl düzgün işləyir, normaldır və bir dəlil ki, səhihdir, o heç vaxt zidd ola bilməz bir-birinə. Heç vaxt. Hətta ziddiyyətli kimi görünən məsələdə də deyə bilməzsən, bu dəlil ağla ziddir. Sən belə deyə bilərsən, bu dəlil mənim ağlıma ziddir və ya Zeydin ağlına ziddir, Həsənin ağlına ziddir. Amma ümumən bu dəlil ağla ziddir deyə bilməzsən. Çünki Allah Subhanahu taala ağla və fitrətə zidd olan heç bir şey nazil etməyib. Baxa, mən ağla ziddir, yəni zidd ola bilməz deyirəm. Amma məsələn, hissə zidd ola bilər, müşahidəyə zidd ola bilər. Amma ağla zidd ola bilməz. Məsələn, bir məhdisin ki, filankəs səmada uçdu, dənizin üzərində kəsdi. Bu ağla ziddir? Ağla zidd deyil. Bu hissə ziddir, müşahidəyə ziddir. Çünki bizim müşahidə etdiyimiz budur ki, insan suyun üzərində kəsə bilməz. İnsan havada uça bilməz. Amma biz bilirik ki, Süleyman əleyhissalama bu nəsib olunub və sahabələr olub, suyu keçiblər atla, ordu ilə suyu keçiblər. Və Allahın onlara verdiyi kəramət idi. Deməli, bu ağla zidd deyil. Aydındır? Ona görə heç vaxt səhih bir nəqil ağla zidd ola bilməz. Və Şeyxülislam İbn Teymiyyə rahimehullah Kitabul Əsma-i və Sifətdə 2-ci cilddə 116-cı səhifədə belə bir qayda gətirir. Əqli dəlillə Allah Subhanahu taalanın zatı ucalığını isbat edir. Və deyir ki, Allah Subhanahu taala var idi. Allah var idi. Və onunla bərabər heç bir məxluqat da yox idi. Və Allah Subhanahu taala bu kainatı, bu aləmləri xəlq etdi. İndi sual. Xəlq etdi necə? Zatının içində, zatının daxilində bunu demək həm küfrdə, həm də ağılsızlıq. Çünki Xaliq öz zatında məxluq mu xəlq edər? Ya da ikinci bir variant. Allah Subhanahu taala kainatı uca zatının, kərim zatının xaricində xəlq etdi və sonra özü o yaratdığı məxluqata hülul etdi, daxil oldu. Bu da demək ağılsızlıqdır və küfürdür. Çünki Xaliq məxluqa hülul etməz. Və qaldı üçüncü bir variant, bu ağlın qəbul etdiyi də, bu ağlın ispat etdiyidir. Allah Subhanahu taala kainatı öz kərim zatının çölündə xəlq edib. Və ona daxil olmayıb, hülul etməyib. Yəni Allah Subhanahu taalanın zatı kainatın zatından ayrıdır. Və bu ağlın və nəqlin, Quran və sünnənin ispat elədiyi həqiqətdir. İndi sual olunsa ki, bəs Allahın zatı ucadır, kainatın zatı. Cavab nədir? Allahın zatı. Bax, budur, Ar-Rahmanu aləl arş istava ayəsinin ağlınla isbatı. Hə, bidət əhli desə ki, sən bu gətirdiyin əqli dəlili mən qəbul etmirəm. Çünki mən Allahın zatını bu cür qəbul etmirəm. Desə, məsələn, ona cavabımız belə olacaq. Biz deyəcəyik ki, zaten siz Allah Subhanahu taalanın zatı varlıq kimi qəbul etmirsiniz ki. Siz Allah Subhanahu taalanın zehni varlıq kimi qəbul edirsiniz. Yəni, zehinlərinizdə Allahı fikirləşib, dillərinizlə deyirsiniz ki, Allah var. Qutardı, zehni varlıq olaraq. Amma zatı varlıq olaraq ispat etmirsiniz. Çünki məsələ həqiqətə gələndə, işin həqiqətinə, yəni zatı bir varlıq kimi Allahı ispat etmək, heç bir isbatınız yoxdur ortada. Zehində deyirsiniz, etiqad edirsiniz, Allah var və dilvinizlə bunu deyirsiniz. Zatı varlıq kimi ispat etmirsiniz.
Həmçin əqli dəlillərdən biri, ağıl bilir ki, alçaqlıq kamil sifətlərdən deyil. Və ucalıq həm kamil sifətdir, həm də alçaqlıqdan daha şərəflidir. Və ona görə ağıl tələb edir ki, alçaqlığı Allahdan nəf edəsən və ucalığı Allah subhanahu ta'ala üçün ispat edəsən. Çünki o bütün kamil sifətləri layiqdir. Və ucalıq da kamil sifətlərdəndir. Həmçinin, məsələn, dəlil gətirmək olar, yəni Quran və sünnədən və əqli dəlillərdən əlavə, bir də insan fitrət dəlili. Fitrət nədir? Fitrət, yəni insan anadan gəlmə, insanın halı ki var, Allah subhanahu ta'alanın insanı, məxluqu, yəni insanı yaratdığı hal. Ona fitri deyirlər, fitri hal. Və fitrətlə adətin fərqi odur ki, adət zamana görə, məkana görə dəyişir. Məsələn, tutaq ki, elçilik, nişan, toy. Hər millətdə, hər məkanda ayrı-ayrıdır. Niyə? Çünki adətdir. Amma məsələn, övladın, ananın öz balasına məhəbbəti hansı zaman olsun, hansı məkan olsun eynidir. Niyə? Çünki fitridir. Allah subhanahu ta'ala anaya bunu verir. Ona görə fitrətdə dəyişkənlik olmur. Fitrət sabitdir. Bir dənə istisnadır ki, fitrətini körlamayasan. Və yaxşı, burada bir dənə də sual çıxır. Allah subhanahu ta'alanın əsma və sifətləri fitridir, yəni insanın fitrətində bunun isbatı var ya yox. Kim cavab verər? Bir izah var da, fitri olan boyutda, fitri olmayanlar da. Məsələn, Allahın elm sahibi olduğunu biz anadan gəlmə veririk, amma əl sifətini Allah izah eləməsə bilir. Yəni, məsələn, Allah subhanahu ta'ala elə sifətləri var, məsələn, Allahın ucalığı həmçin onlardandır. Allahın elm və qüdrət sifəti. Bu, fitri olaraq bilinir. Çünki kainat var olan hər şey. Allah subhanahu ta'ala elminin və qüdrətinin əlamətidir, dəlili. Hətta sənin öz varlığında. Buna görə fitridir. Fitrətən bunu bilə bilərsən. Amma elə sifətlər var ki, elə adlar var ki, onu fitrətən bilə bilməzsən. Məsələn, Quran və sünnədə Allahın əl sifəti gəlməsəydi, sən bunu bilə bilərdin? Əsla. Və Allahın uluf sifəti, ucalıq sifəti insanın fitrətən bilə biləcəyi sifətlərdəndir. Çünki sən, məsələn, körlanmamış, tərtəmiz, bu kəlam ilə fəlsəfəyə bulaşmamış, təmiz bir fitrət sahibinə, hətta uşağa da sual versən ki, Allah hardadır? Heç fikirləşmədən, arxayınçılıqla, tam rahatlıqla sən cavab verəcək ki, səmada. Düzdürmü? Həmçinin, məsələn, dua edən qəlbi ilə ucalığı qəsdləmirmi? Dua edən əllərini səmaya yönəltmirmi? Məsələn, içindən bir Allah deyən qəlbi ilə ucalıqdan nəyisə istəmirmi? Düzdürmü? Hətta bir kəs ən insanların cahili belə dilinə Allah gətirsə, gözləri qalxır səmaya. Niyə? Axı, o insanların ən cahilidir. O cahil də olsa fitrətində var ona görə. Fitrəti kəlam və fəlsəfə çirki ilə çirklənməyir. Təmiz də elə. Baxmaq ki, cahil olsa da. Həmçinin Quranda olan açıq dəlillərdən birisi də Mülk surəsi 16 və 17-ci ayələrdir. Allah subhanahu ta'ala buyurur ki, Əmintum mən fis-səmai ən yaxsifə bikumul arda fə izə hiyə tamur Əm əmintum mən fis-səmai ən yursilə aleykum hasibə Siz əmin misinizmi ki, göydə olan, səmanın fövqündə olan, yeri yarıb da sizi onun içinə gömməz, salmaz. Və əmin misinizmi ki, səmada olan sizin üzərinizə daş yağdıran küləklər göndərməz. Allah subhanahu ta'ala nə dedi? Əmintum mən fis-səmə səmada olan. Həmçinin cariyə hədisi. Peyğəmbər sallallahu aleyhi və səlləm soruşanda ki, Eyn Allah qalət fis-səmə. Dedi ki, səmada. Eyni Mülk surəsi 16 və 17-ci ayələrdə gəldiyi kimi.
Bidət əhli bu ayəyə qarşı iradları var onların. Onlar deyir ki, əgər biz bu ayəni və ya cariyə hədisini dəlil götürsək və desək ki, bu ayəyə görə Allah subhanət hala səmadadır, onda biz Allah subhanət hala məkan vermiş oluruq. Çünki fissəmə fi hərfi cəri zərflik bildirir. Məsələn, tutaq ki, ən-nəs fil-beyt, Zeyd fil-beyt. Yəni, məsələn, Zeyd evdədir, fil-beyt. Evdə, yəni nə? Evin içində. Hə, məkan zərfliyi bildirir, fil. Ona görə deyiblər ki, onda elə çıxır ki, səma Allah subhanət halanı örtən bir məkandır. Və deyiblər ki, biz belə şey qəbul edə bilmərik, ona görə məcbur olublar, təvil ediblər. Amma əslində məsələ onların başa düşdüyü kimi deyil. Çünki istər ayədə, istər hədisdə gələn fissəmə, səmada, sələf bunu iki cür şərh edib. Bir şərh, necə Şeyx Hüseymin rəhməhullah deyir, Əqidatul Hamaviyyədə, bir şərh fi hərfi cərinə görədir, bir şərh də səma ləfsinə görə. Çünki finin, fi hərfi cərinin, ərəb dilində 6 mənası var. Və o mənalardan biri də alə, üzərində mənasıdır. Bu məna nə götürsək, məsələn, Quranda bu misalları çoxdur. Məsələn, Tövbə surəsi 2-ci ayə. Allah subhanət hala buyurur, fəsihu fil-ard. Yer üzərində dolaşın, gəzin. Fil-ard, yəni yerin içində, yoxsa yerin üzərində, yerin üzərində. Yəni, fəsihu aləl-ard, yerin üzərində. Ona görə, demək ki, fissəmə, səmada, yəni, səmanın fövqündə. Çünki bilirsiniz ki, ərş bütün səmavatın fövqündədir. Bu birinci. İkinci də səma ləfsinə görə. Səma kəlməsi ərəb dilində tək bildiyimiz bu səma deyil. Həmçinin ərəblər səma deyəndə, əs-səma deyəndə ucalığı qəsd eləyiblər. Nəzərdə tutulublar ucalığı. Bu ərəb dilində var. Məsələn, Allah subhanət hala Qaf surəsində 9-cu ayda deyir ki, وَنَزَّلْنَا مِنَ السَّمَاءِ مَاءً مُبَارَكًا. Biz səmadan mübarək su indiririk. Biz bilirik ki, su hardan inir? Buluddan. Amma Allah subhanət hala dedi ki, səmadan. Ayədən qəsd nədir? Yəni ucalıqdan, yüksəkdən indiririk. Hətta bu mənada da götürsək, fissəmə, yəni ucada. Deməli, Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, Allah hardadır? Cariyə dedi fissəmə. Fissəmə, əgər fiini alə mənasında götürsə, yəni cariyə dedi ki, səmanın fövqündə, səmanın içində yox. Yox, fiini alə mənasında yox, elə fi mənasında götürsək, amma səma ləfsini ucalıq mənası ilə götürsək, cariyənin cavabı bu olur. Allah hardadır? Ucada. Və əslində bu iki məna bir-birinə zidd deyil. Əslində bu iki məna bir-birini tamamlayır. Və bir-birinə dəstək verir. Həmçinin Allah subhanət halanın uluf sifətinə dair Quranda əsas dəlillər istava ilə əlaqəli ayələrdir. Və burada ayırmaq lazımdır. Burada ayırmaq lazımdır. Biri var Allahın uluf sifəti, mütləq olaraq. Biri də var Allah subhanət halanın istava sifəti. Fərq budur ki, uluf sifəti ümumiyyətlə zatı bir sifətdir. Düzdürmü? Amma istava feili sifətdir. Uluf zatı sifətdir. Yəni, hətta Allah subhanət hala kainatı xəlq etməmişdən qabaq da, ərşi yaratmamışdan qabaq da uluf sifəti, ucalıq sifəti
onun zatı üçün sabit idi. Düzdürmü? Yəni, burada problem yoxdur. Amma istava sifəti feili sifətdir. Göyləri, yeri xəlq edəndən sonra ərşinə yüksəldi. Və Quran-ı Kərimdə də istava ləfsi ilə gələn, yəni Allahın ərşə istavası, istava yəni yüksəlmək, qərar tutmaq, ucalmaq və s. Bəli. 7 dənə yerdə keçir. O ayələrdən birincisi A'raf surəsi 54-cü ayədir. A'raf surəsi 54-cü ayə. Həmçinin bu ayə eyni bu ləfslə gəlir Yunus surəsi 3-cü ayədə. Allah subhanahu ta'ala buyurur: İnna rabbakumullahu allazi xalaqas semawati vel arda fi sittati ayyam thumma istawa alal arş. Sizin Rəbbiniz olan Allah, hansı ki göyləri yeri 6 gündə xəlq etdi, sonra ərşinə ucaldı. Həm A'raf 54-də, həm də Yunus 3-də gəlir. Həmçinin Ra'd surəsi 2-ci ayə. Allahu'l-ləzi rafa'as-semawati bighayri amadin tarawnaha thumma istawa alal arş. O Allah hansı ki bu göyləri sizin gördüyünüz kimi dirəksiz ucaltdı və sonra ərşinə yüksəldi. Və məsələn Səcdə surəsi 4-cü ayə. Allahu'l-ləzi xalaqas-semawati vel-ard və ma beynəhuma fi sittati ayyam thumma istawa alal arş. O Allah ki göyləri yeri xəlq etdi, həmçinin onların arasında olanları və sonra ərşinə yüksəldi. Həmçinin Taha 5. Ar-Rahmanu alal arş istava. Rahman ərşinə istava etdi, yüksəldi. Həmçinin Furqan 59. Allah subhanahu ta'ala buyurur: Summa istava alal arşir-Rahman fas'al bihi xabira. Sonra Rahman ərşinə istava etdi və bunu bilənlərdən soruş, xəbər al. Və sonuncusu da Hədid surəsi 4-cü ayə. Huvəl-ləzi xalaqas-semawati vel-arda fi sittati ayyam thumma istava alal arş. O Allah hansı ki göyləri və yeri 6 gündə xəlq edəndən sonra ərşinə istava etdi. Və bu Quranda 7 dənə ayədir. Hansı ki Allah subhanahu ta'ala bu ayələrdə istavadan danışır. Və bu məsələdə bilinməsi lazım olan məsələlər var. Və onlardan birincisi ərş məsələsidir. Çünki istavadan qabaq gərək ərşdən danışaq. Çünki çox qəribədir, hətta Allahın istava sifətini, bu feili sifətini inkar edən bidətçilər Allahın ərşini də inkarlayıblar. Deyiblər ki, ərş deyilən bir məxluq yoxdur. Və buna məcazi bir məna veriblər. Yəni, hakimiyyət. Bu, ərəbin, hansı ki, Quran o dildə nazil olur, dilinə gətirə bilməyəcəyi bir şeydir. Cahil ərəb dilinə belə şey gətirə bilməz. Görün, kəlam və fəlsəfə bunları necə korluyur ki, cahil ərəbin, ərəb olduğuna görə dilinə gətirə bilməyəcəyi şeylər bunlar dilinə gətiriblər. Və ərşə məna veriblər ki, yəni hakimiyyət. Yəni, belə bir məxluq yoxdur. Və ümumiyyətlə, ərş, yəni ərəb dilçiliyində taxt deməkdir. Məsələn, kralın taxtına ərş deyilir. Məsələn, Yusuf surəsi o 100-cü ayədə ki, Allah subhanahu ta'ala deyir: وَرَفَعَ أَبَوَيْهِ عَلَى الْعَرْشِ. Öz valideynlərini taxtına çıxartdı Yusuf aleyhissalam. Aləl arş. Arş taxt mənasındadır. Və Nəml surəsi 23-cü ayədə Allah subhanahu ta'ala deyir, Bilqeysin taxtı var da. وَلَهَا عَرْشٌ عَظِيمٌ. Onun əzəmətli bir nəyi var? Taxtı. وَلَهَا عَرْشٌ عَظِيمٌ. Yəni, ərş ərəb dilində taxtdır. Və hansı ki, Qur'an-ı Kərimdə Allah subhanahu ta'ala Rahmanın ərşindən danışır və o ayələrdə ərş kəlməsi əlifləmlə gəlir. Yəni, müəyyənlikdə. Yəni, söhbət müəyyən bir şeydən gelir. Qeyri-müəyyən, məsul bir şeydən yox. Aydındır? Və ərş Allah subhanahu ta'alanın yaratdığı məxluqlar içərisində ən əzəmətlisidir. Yəni, ərşdən əzəmətli məxluq yoxdur.
Və həmçinin demək olar ki, Allah Subhanahu taalanın xəlq etdiyi, yaratdığı ən birinci məxluq da ərşdir. Düzdür, bu barədə sələf ixtilaf edir. Çünki bəzi alimlərə görə Allahın yaratdığı ilk məxluq qələmdir. Necə ki, Abu Davud və Tirmizi rəvat edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu, yəni Allahın xəlq etdiyi ilk şey qələmdir. Və ona görə bəzi sələflər bu rəydədir. Həmçinin Şeyx Əlbani rəhməhullah da kitablarında bu rəyi daha üstün görür. Və deyir ki, bu daha açıqdır. Yəni, qələmin birinci xəlq olması. Amma sələfin cümhuru, yəni əksər alim o rəydədir ki, ərş Allahın yaratdığı ən birinci məxluqdur. Çünki Buxar və Müslimin rəvat elədiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah subhanahu ta'ala göyləri və yeri xəlq etmədən 50.000 il öncə qələmi yaratdı və dedi ki, yaz. O dedi, nəyi yazım? Dedi, qiyamətə can olacaq hər şeyi. Qələm yazdı və bir rəvayətdə gəlir, yazısı da nur idi. Və hədisdə gəlir ki, ərşi də suyun üzərində idi. Və bu hədis göstərir ki, Allah subhanahu ta'ala qələmi xəlq edəndə ərş var idi. Və həmçinin başqa hədislər bunu da ispat eləyir. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah var idi və onunla birgə heç nə yox idi. Və ərşi də suyun üzərində idi. Və demək olar ki, ərşdən sonra yaratdığı ilk məxluq qələmdir. Və həmçinin ərş suyun üzərindədir. Və Allah subhanahu ta'ala Quranda deyir bunu. Hud surəsində وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتُ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا. O Allah hansı ki göyləri və yeri 6 gündə xəlq etdi. Nəyə görə? Sizlərdən kim daha salih əməl sahibi olsun, onu ayırt etsin deyə. Və ərşi də suyun üzərində idi. Və arşuhu aləl-mə. Ərşi də suyun üzərində idi. İndi bidət əhlinə deyəsən ki, bu ərş məcazidirsə və su nədir? Yəni Allahın hakimiyyəti su üzərindədir. Necə hədislərdə gəlir? Hər göy səması ki var, hər səmanın arasında 500 illik məsafə var. Və bugün yerin olduğu səma ki var, bu ümumiyyətlə bu qalaktika ki var, bu birinci səmadır. Bütün bu gördüyümüz ulduzlar hamısı birinci səmadır. Və 7 səma içərisində hərəsinin arasında 500 illik məsafə var. Və Allah bilir o məsafə nə ilə ölçülür. Və bütün kainat demək olar ki, kürsünün içərisindədir. Və kürsü də ərəb dilində bir döşəyə deyilir. Və məsələn, balaca bir 2 ayağın qoyulduğu yerə. Necə İbn Abbasdan gəlir. Deyir ki, kürsü 2 ayağın qoyulduğu yerdir və ərşin böyüklüyünü isə Allahdan başqa heç kim bilməz. Və Abu Zərin radiyallahu anhu rəvayət etdiyi hədisdə isə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 7 qat səmanın və 7 qat yerin ərşə nisbəti və ya ərşin onlara nisbətdə böyüklüyü buna bənzəyir ki, elə bil ki, uçsuz bucaqsız bir çölə bir balaca halqa atmışsan. Elə bil ki, bir səhranın ortasına bir dənə nəlbəki buraxmışsan. O səhra, ucu bucağı görünməyən səhra, kürsüdür. Və o bir nəlbəki də bütün bu kainat. Və kürsünün ərşə nisbəti də budur. Kürsü gör nə qədər böyükdür. Və kürsü də ərşin yanında budur. Ərş elə bil, ucu bucağı görünməyən bir səhra və kürsü onun yanında bir nəlbəki. Və Allah subhanahu ta'ala da ərşinin fövqündə. Və ərşi də suyun üzərində. Və o suyun dibi ilə səthi arası da bu səmalar ki var, nə qədər məsafədir, o qədərdir. Təkcə o suyun dibi ilə səthi arasındakı məsafə. Necə? Bəli. Və Allah subhanahu ta'ala ərşinin fövqündə.
Və həmçinin bəzi təfsirlərdə gəlib, məsələn, Tabarda gəlib ki, İbn Abbasdan, kürsü elmdir. Yəni, o Qurandakı ayə var, وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتُ وَالْأَرْضِ Onun kürsüsü göyləri və yeri əhatə edir. Və İbn Abbasdan bu barədə 2 dənə rəvayət gəlib. Birini dedim. İbn Abbas deyir ki, bu həqiqətən də Allahın kürsüsüdür, 2 ayağın qoyulduğu yerdir. Və ərşin böyüklüyünü Allahdan qeyrisi bilməz. Bu İbn Abbasdan gələn səhih rəvayətdir. Və İbn Abbasdan gələn ikinci bir rəvayət var, o da belədir. Güya ki, İbn Abbas kürsünü təvil edib. Deyib ki, kürsü həqiqi bir varlıq deyil, elmdir. Yəni, Allahın elmi göyləri və yeri əhatə edib. Bu məhtrukdur və zəif rəvayətdir və İbn Abbasdan gələn səhih rəvayətə də ziddir. Həmçinin tabiinlərdən gəlib Hasanul Basrdən. O da Tabarı gətirib, təfsirində. Hasanul Basr deyib ki, kürsü ilə ərş eyni şeydir. Yəni, kürsü ilə ərşdir. Bu da zəifdir. Yəni, bu sənəd ispat olunmuyor. Və səhih odur ki, kürsü ayrı bir şeydir və ərş də ayrı bir şeydir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm hədisdə kürsü ilə ərşin nisbətini verir. Hansı-hansından nə qədər böyükdür. Deməli, ayrı-ayrı şeylərdir. Keyfiyyəti məşhur deyil ki. Keyfiyyət barədə şəriətdə nə gəlib onu deyirik. Və şəriətdə gəlib ki, ərşin dirəkləri var. Ərşin dirəkləri var. Necə ki, İmam Buxari və Müslim rəvayət edib. Ərşin tutacaqları var, dirəkləri. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur, qiyamət günü Allah subhanahu teala gələndə, Allah subhanahu teala qiyamət günü gələndə insanlardan hesab çəkmək üçün. Bidət əhli belə şeylər eşidəndə təəccüblənir. Deyir, bu nə danışır? Biz demirik, Allah subhanahu teala deyir, وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Sənin Rəbbin gələndə mələklər səhv-səhv düzüləcək. Quran deyir bunu. Allah subhanahu teala gələcək. Necə? Öz şanına layiq bir şəkildə. وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا Sənin Rəbbin gələndə mələklər səhv-səhv düzüləcək. Hesab çəkmək üçün. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allah, Rəhman, qullarından hesab çəkmək üçün gələndə, hansı ki, mələklər səhv-səhv düzüləcək. Bütün insanların ürəyi geçəcək. Bayılacaqlar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ilk ailəm mən olacam. İlk ailəm mən olacam və nə görsəm yaxşıdır, görəcəm ki, Musa ərşin dirəklərindən tutub titriyir. Və deyir, bilmirəm. O məndən qabaq ayılıb, səhi odur ki, yox. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, ən birinci mən ayılacam. Səhi odur ki, ümumiyyətlə Musa aleyhissalam ürəyi getməyəcək. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, ya da onun ürəyi getməyəcək. Çünki bu dünyada getmişdi axı bir dəfə, Tur Sina dağında. Allah subhanahu teala dağa təcəlli edəndə Musa'nın ürəyi getdi. Və bunun əvəzidir ki, ahirətdə olmayacaq bu. Bir dəfə artıq başına gəlir. Və bu hədisdən görünür ki, ərşin dirəkləri var. Görürsən, bu hədisə bidət əhli nə deyir? Allahın hakimiyyətin dirəkləri. Və Abu Davudun sünənində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ərşi vəsf eləyəndə əli ilə belə elədi. Yəni, ərşi qübbə şəklində dedi. Yəni, qübbəyə oxşatdı. Yəni, ərşi düz demədi. Bu, Abu Davudda gələn hədisdir. Yəni, belə keyfiyyətlər gəlib. Belə məsələlər gəlib. Həmçinin, sahih sünnədə gəlib ki, ərşin titrəməsi var. Necə ki, sahabələrdən Sad ibn Muaz radiyallahu anhu üçün ərş titrəmişdi. Onun ruhunun səmaya yüksəlməsi ilə. Döyüşlərin birində kök sahabə idi və şərəfli sahabələrdən idi. Və İslamı ən birinci qəbul edən sahabələrdən. Və döyüşlərin birində yaralanmışdı və Peyğəmbər sallallahu aleyhi ve sellem bilirdi ki, o xəstədir və ya can üstədir. Və Cəbrail aleyhissalam
hərbi geyimdə Peyğəmbər sallallahu aleyhi ve sellem yanına gəlir. Və deyir ki, ey Muhammed, bugün sənin ümmətindən elə bir şəxs ölüb ki, kimdir o? Ruhunun yüksəlməsi ilə Rahmanın ərşi titrədi. Və tez qaçır Sadın evinə. Bilir ki, odur. Və ona görə hətta sahabilər deyir ki, biz onu daşıyanda kök sahabə idi, kök idi. Çox yüngül gəlirdi onlara cənazəni daşımaq. Və gəlib Allah Rasuluna deyirlər. Deyirlər, ya Rasulullah, bu cənazədən yüngül cənazə daşımadıq biz. Allah Rasulullah deyir ki, bəs bilmirsiniz ki, siz o cənazəni daşımaqda sizinlə yarışanlar var, cinlərdən və mələklərdən. Hətta Sadın anası öz balası üçün dil deyəndə, yəni başlayır onun yaxşılıqlarını sadalamağa. Ömər ibn Xattab radiyallahu anhu orada olur. Və deyir, anasına deyir ki, biraz ağır ol. Yəni, hədd aşma. Və Peyğəmbər sallallahu aleyhi ve sellem Ömərin əlindən tutur, deyir ki, Ömər, hər kəsin ağısında yalan ola bilər, Sad bundan istisnadır. Nə desələr onun üçün var. Və bu sahabənin ruhunun yüksəlməsi ilə Rahman ərşi titrəmişdir. Bu səhihdir. Amma Allahın ərşə istavası ilə ərşin qıcırdaması ki var, bəzi hədislərdə gəlib, bu mətruk rəvayətlərdir, da bu məsələləri girmirəm. Tərk olunmuş. Və ya muzdarib, ziddiyyətli. Yəni bu istava barədə inşallah gələn dərsdə mən geniş danışacağam. Çünki bu mövzu geniş mövzudur. Və bu mövzuda bidət əhlinin şübhələri var, onu saxlamışam gələn dərs üçün. Məsələn, onların şübhələrindən istavanı istavlə mənasında yozmaları, onların şübhələrindən deməkləri ki, biz bu sifəti ispat etsək, Allah subhanətə alanın deməli, Allaha məkan vermiş oluruq və ya deyirlər ki, Allaha cihət, yəni yön, istiqamət vermiş oluruq və s. və ilə axır. Amma bu məsələnə əlaqəli əhl-i sünnətin etiqadı ki var, bununla əlaqəli bəzi məsələlər var. O məsələlərdən birincisi, məsələn, belə bir sual verilə bilər. Sual verilə bilər ki, Allah subhanətə ala ərşinə öz zatı ilə istava edib, öz zatı ilə yüksəlib, yoxsam yox. Və Şeyx Hüseymin Əqidə-ü Səfariniyyənin şərhində bu məsələni açıqlayır. Və deyir ki, əslində belə bir ifadəyə ehtiyac yoxdur. Yəni demək ki, artıq bir ləfz ilə. Bəli, Allah öz zatı ilə ərşə istava etdi. Buna ehtiyac yoxdur. Çünki isim və sifət olaraq, feil olaraq, nə ki Allaha izafə edilib, deməli onun zatına izafə edilib. Aydındır? Yəni, bu məruf məsələdir. Yəni, məsələn, bu elə bizim dilimizdə də var. Məsələn, biri mənə desə ki, Əli gəldi. Mən deyim ki, Əli öz zatı ilə gəldi. Aydındır ki, Əli gəldisə, öz zatı ilə gəldi. Yəni, aydındır, Əli zat nədir? Onun öz varlığı. Ona görə belə ləfsə ehtiyac yoxdur ki, deyəsən, yəni bu, yəni, sual əslən sual deyil. Bidət də deyil, yəni mənasız sualdır. Deyəsən ki, Allah ərşə öz zatı ilə istava edib. Aydındır ki, bir şey Allaha izafə edilirsə, onun zatına aiddir bu. Hə, sən deyə bilərsən ki, bəs sələflərdən bəzilər deyib axı və kitablarında yazıb axı. Allah öz zatı ilə ərşə istava etdi. Onlar bunu bidət əhlinə rədd üçün deyiblər. Çünki görüblər ki, bidət əhli deyib ki, və bidət əhlindən bəziləri, biz də qəbul edirik, Allah ərşə istava edir. Yəni, ərşin fövqündədir. Amma öz rəhməti ilə, qüdrəti ilə. Və bunun rədd üçün sələflərdən bəziləri zat kəlməsini istifadə edib. Deyib, xeyr, Allah öz zatı ilə ərşin fövqündədir. Həmçin məsələlərdən birisi də o istavanın keyfiyyəti barəsində. İstavanın keyfiyyəti. Yəni, o necə olub? Bu məsələ barəsində də sələfin mövqeyi aydındır. Necə Allah subhanət hələ Quranda deyir, haram olan şeylərdən danışır və həmçinin buyurur, وَاَنْ تَقُولُ عَلَى اللّٰهِ مَا لَا تَعْلَمُونَ. Yəni, Allah barədə bilmədiyiniz şeylər demək isə haramdır.
Ona görə biz Allah Subhanahu taalanın zatını bilmiriksə, yəni zatının keyfiyyətini bilə də bilmərik, hətta qiyamət günü gözlər onu görəndə də idrak etməyəcək. Hətta qalmışdı ki, indi. Ona görə sifətlər də belədir. Bütün sifətlər belədir. Məsələn, Allah Subhanahu taalanın görməsi, eşitməsi, danışması da belədir. Nəinki istavası. Bütün ad və sifətləri belədir. Keyfiyyəti bizcə məchuldur. Aydındır. Necə İmam Malik rəhməllah deyir. İstava məlumdur ərəb dilində, amma onun keyfiyyəti isə məchuldur, bilinmir. Həmçinin başqa bir məsələ, məsələn, sual qoyulub ki, və sələflər öz kitablarında bu sualı qoyublar ki, Allah Subhanahu taalanın ərşə istavası ilə Allah ərşə təmas edir, təmas məsələsini gətiriblər. Sələflərdən bəziləri deyib ki, təmas yoxdur burada. Təmas söhbəti yoxdur. Amma Şeyx Hüseymin Rahmanullah və sələflərdən bir çoxsu hətta təmas yoxdur ləfsini də deməyiblər. Və deyiblər ki, bu məsələ istavanın keyfiyyəti məsələsinə qayıdır. Çünki istavanın keyfiyyəti məchhuldursa, deməli artıq sən təmas məsələsindən danışa bilməzsən. Bu, bütün məsələ əslində bilirsiniz nədir? Çünki bu qeybi məsələlərdir. Qeybi məsələlərdir. Keçən dərslərdə demişdim, yenə də təkrarlayıram və bu qayda olsun səndə. Məsələn, ruh hamımızın içindədir. Keyfiyyətindən kim danışa bilər? Heç kəs. Hətta keyfiyyətini qoydum kənara. Sual versəm ki, o ruhun bədən ilə təması necədir? Kim deyə bilər? Heç kəs deyə bilməz. Çünki məsələn, mən sual verəsəm, çünki biri desə ki, ruh necə insanın cismi necədirsə, ruh da onun içində eyni bu cisim formasında desə, ona deyəcəm ki, biri 2 ayağını itirdi. Ruhu da getdi. O, ruhun da ayaqları getdi. Yəni, bu ağıl qəbul deyər. Hətta insan öz içindəki ruhunun bədəni ilə təmasını bilmir. Yəni, Rəhmanın ərşə istavasında, ərşə təmasından nə danışa bilər? Və həmçinin suallardan birisi də, bu da sualdır, bidətlər tərəfindən deyilib və sələflər kitablarında bu sualı qoyub. Allah Subhanahu taalanın ərşə istavası ilə bu məna çıxır ki, ərş Allahı daşıyır. Cavab ki, xeyr. Çünki Allah Subhanahu taalanın məxluqat içərisində heç nəyə ehtiyacı yoxdur və göyləri, yeri, ərşi də ayaq üstə tutan odur və bunun əksinə bütün məxluqat öz varlığı ilə Allah Subhanahu taala möhtacdır. Və mənə elə gəlir kifayətdir və bu məsələdə bidət əhlinin nə şübhələri varsa, xüsusən istava barəsində. İnşallah onu gələn dəstə danışarıq. Doğrusunu Allah bilir.